Salam qızlar, hamınızın bayramını təbrik eləyirəm. Ramazan bayramını, oruç tutanların isə Allah orucunu qəbul eləsin. Mən də sizlə birgə tutacağım inşallah. Qızlar, təbii ki, bu bayramda mən nadir hallarda eləsəm də bu bayramda ürəyimdən keçdi. Sizin üçün aksiyalar eləyim. Aksiyalar çox gözəl olacaq və hətta aksiyadan əlavə sizə hədiyyələr hazırlamışam. Hansı ki, sizin sağlamlığınıza çox gözəl və böyük təsir eləyəcək. Hələ bu dönəmdə nə vaxt ki, biz oruç tuturuq və bizim immunitetimiz çox güclü olmalıdır. Deməli, bütün aksiyaya gələnlərə hədiyyələr hazırlamışam. Florabact probiotik hazırlamışam. Hansı ki, siz oruç tutandan öncə içəcəksiniz. İmsak vaxtı. Çox gözəl, qızlar, çox gözəl təsir eləyir. Probiotikdir, qəbz, köp, mədədə hansısa problem və yaxud əksinə islah olursunuzsa, yəni çox gözəl təsir eləyəcək, çox bəyənəcəksiniz. Yeni bir probiotikdir. Mən də indi içməyə başlayacağam. Çox araşdırdım ki, aslında tövsiyə eləyim sizin üçün, nə məsləhət görüm və özüm içdiyimə görə bir neçə dənə də kutu sifariş vermişəm hədiyyə üçün. Təxmini 50 nəfərə hədiyyə eləyəcəm bu Florabact probiotikini. Mədə bağırsaqda hər hansı narahatçılıq olanda mən bunu içəndən sonra mənə dua eləyəcəksiniz. Həm incələcəksiniz, həm yaxşı özünüzü hiss eləyəcəksiniz. Ümumiyyətcə üzünüz səpirsə, qurudursa, ləkələrə meyillidirsə, dərinizdə məsamələr və s. varsa çox gözəl təsir eləyir içən zaman. Bununla hədiyyəmiz bitmədi. Normalda bu 30 manat qiyməti var aptekdə. Bir də sizin üçün, təbii ki, bizim immunitetimizi bərpa eləməliyik bu dönəmdə. Ümumiyyətcə, hər kəs bərpa eləməlidir. Sizin üçün D vitamini, non-COVID, D3 ilə K3 təxmini 20 manatdır apteklərdə, 19 manat neçə qəpikdir. Bir də bunu hədiyyə eləyəcəm. Bu məndən sizə hədiyyədir, həm də bu ay savabdır da. İstəyərəm ki, mənim də qatqım olsun, sizin də duanızı qazanmış olum. Bu ikisini sizə hədiyyə eləyəcəm. Aksiyaları da elan eləyəcəm. Təbii ki, aksiya endirimli olsa da ödənişli əsasında olacaq. Sadəcə həmin aksiyadan, normalda da məndə o aksiya var idi. O aksiyalardan yararlananlara, yararlanan hər kəsə bu cütlük hədiyyə olacaq. Yəni, bu 50 manatlıq cütlük hədiyyə olacaq. Əminəm ki, çox bəyənəcəksiniz. D vitamini nə üçündür? Saçlarımız, sümüklərimiz, metabolizmimiz güclənsin deyə mütləq D vitamini içməliyik. Çünki biz D vitamini içməyəndə immunitetimiz zəifləyir, metabolizm zəifləyir, halsız oluruq, nə oyana bilmirik, nə normal yata bilmirik, əsəbi gərgin oluruq, təzyiqimiz oynayır. Hamısı D vitamininin çatışmamazlığındandır. Möhtəşəm təsir eləyəcək, çünki tərkibində K2 var, hansı ki, sümüklərimizi də bərkidir. Həmçində D vitamininin sovrulmasını gücləndirir. Yəni, çox bəyənəcəksiniz. Normalda bunları reseptdə yazacağım, amma hal-hazırda, yəni deyirəm, bayramla əlaqəli belə bir iş görmək istəyirəm. Əminəm ki, sizin də üzünüz güləcək. Hətta istifadə edəndən sonra mənə duaçı olacaqsınız. İndi növbəti videoda sizə danışacağım aksiya ilə bağlı. Aksiyamızda üzümüzü yenidən sıfırlayacaq. Çünki artıq yay ayları gəlir, istilər gəlir və həm daxildən, həm üzdən immunitetimizi gücləndirməliyik ki, qara nöqtələrdən, səpkilərdən, məsamələrdən, ləkələrdən azad ola bilək. Həm daxildən, həm üzdən təmizlənəcək. Saçlara gözəl təsir eləyəcək, hər şeyə təsir eləsin deyə. Eyni zamanda da üzdə prosedurlar görəcək. Prosedurlar paket şəklində olacaq. Paketdə nələr olacaq? Deməli, qızlar, paketimizdə olacaq çistka, ultrazvuk çistka, zərarsız çistka. Yəni, mən bilirsiniz ki, qaşıqla sıxıb eləmirəm, çünki çapıqlar qalır, çopurlar qalır, məsamələr daha da çoxalır və s. Ona görə ultrazvuk çistka olacaq. Xüsusi özəl mən tərəfdən hazırlanmış maska olacaq. Hansı ki, dərindən təmizləyəcək və məsamələri tam yığacaq. Onu da eləyənlər bilir.
Sonra xüsusi serum olacaq. Ondan sonra yay peelinqi üstündən olacaq. Sonra biorevitalizasiya istifadə olunacaq. Həmin aksiyada biorevitalizasiyalar 5 nöqtə olacaq, 6 nöqtə olacaq, Paris işıltısı olacaq, baxalı ekzason biosu olacaq. Bir neçəsini burada da göstərəcəm. Bax, budur. Məsəl üçün, güclü nəmləndirici məsamələri yığan, göz altına qədər istifadə edə biləcəyimiz xüsusi özəl biolar. Ondan sonra ümumiyyətcə bütün dərinin karkasını bərpa edən və dəhşətli parıltı, məsamələri yığan və s. özəl bir biolar olacaq, hansı ki, onlar demək ki, bunlar öz qiymətinə vurulacaq. Sırf niyyət eləmişəm və bunu sizin üçün eləyəcəm. Təbii ki, konsultasiyada daxildir. Belə bir aksiyalardan bilirəm ki, çox insanlar yararlanmaq istəyəcək və yenə də qeyd edirəm, bu aksiyanı eləmək səbəbi, yəni sırf sizin üzünüzü güldürüb, sizin duanızı qazanmaq olduğu üçün, qızlar, bu dərmanlar, yəni sifariş veriləcək, yazılan pasiyentlar qədər təxmini 50 nəfəri bu aksiya ilə qəbul olunacaq. Aksiya qəbul eləməyə başlayacağam, ancaq birinci gündən başlayır. Ona görə öncədən yazılmaq lazımdır. Öncədən yazılacaqsınız və ödəniş də öncədən olunacaq. Çünki siz prosedura həm yazılıb gəlməmək olmaz ki, bəzən yazılırlar qızlar, sonra gələ bilmirlər, həmin yer boş qalır. Ona görə ödəniş öncədən olacaq ki, mən həmin preparatları hazırlayacağam sizin üçün. Siz artıq gələndə həm hədiyyənizi, həm də məhsullarınızı maya qiymətinə vurdura biləcəksiniz. Ona görə mütləq şəkildə yazılmağa bugündən başlayın ki, sizə də yer çatsın. Əminəm ki, çox bəyənəcəksiniz. Ümumiyyətcə bu proseduru eləyib, yəni bir ay ərzində hədsiz dəyişəcəksiniz elə ilk prosedurdan. Çünki həm içdən gözəlləşəcəksiniz, həm üzdən, həm də yəni bu qiymətə yəni belə bir paket olmur. Sadəcə ürəyimdən keçdi. Çoxdan da düşünürəm. Və sırf bu ayı düşünürdüm. Ramazan ayında bunu eləyəcəm ki, imkanı olmayanlar kim hər şeyi birdən ala bilmir. Heç olmasa bunu özünüz üçün hədiyyə edə biləsiniz deyə və yaya hazır olasınız. Həm güzgüyə baxanda çox sevinəsiniz. Həm sağlıqlı və gümrah özünü hiss edə bilərsiniz. Yəni mən əminəm ki, bu aksiyanı ilk 50 nəfər yazılan insan çox xoşbəxt olacaqlar. Hal-hazırda qızları özüm də içəcəm probiotika. Bugündən başladım ki, yəni oruçluğu rahat keçirim. Mən indi içirəm sizin üçün, amma siz içərsiniz yeməkdən, imsakdan öncə, yəni oturanda içib, ondan sonra yeməyinizi eləyərsiniz. Və təbii ki, D vitamini. D vitamini damcı şəklində də içə bilərsiniz. Amma əgər tez D vitamininizi qaldırmaq istəyirsinizsə, o zaman mən Raula da aldım. İndi Raul da oruç tutacaq. Oğlum, yəni duranda ona da içizdirəcəm. Mən D vitaminini qatıqla qarışdırıram. Elə içirəm bütöv. Çünki belə içə bilmirəm. Kim belə içə bilir, qatıqsız da içə bilər. Tam budur qızlar. Sağlamlıq hər şeydən önəmli. Həftədə bir dəfə belə eləyə bilərsiniz. Məsəl üçün, bugün 3-cü gündürsə, hər 3-cü gün bir dənə dəni belə boşaldıb, ya birbaşa için, ya soka qatın və yaxud qatığı qatırsınız və yeyirsiniz bu qatığı. Olursunuz fıstıq kimi. Mən də yeyəcəm. Və oruçluğu çox rahat, çox gümrah, çox enerjili keçirirsiniz. Diyeceğim. Üzr istəyirəm. Normalda mən sevmirəm belə kameraya yemək yeyirlər və yaxud özümdə. Sadəcə göstərirəm ki, mən də istifadə edəcəm.
özüm yəni istifadə etmədiyim heç bir şey bu günə kimi mən sizə tövsiyə etməmişəm. İndən belə də eləmərəm. Ona görə rahatçılıqla siz də, ailənizdə, uşaqlarda hər kəs istifadə eləyə bilər. Çox bəyənəcəksiniz əminəm. Mənə də çoxlu dua eləyəcəksiniz. Belə bir ayda, yəni başqa bir söhbət də ola bilməz. Yəni mən həmişə düzünü demişəm, amma bu ayda daha diqqətli olmaq lazımdır hər sözə, hər addıma, hər şeyə, yəni. Çünki bu ay bizə bir şans kimi verilir, düşünürəm. Bu ay bizə dua qazanmaq üçün daha da böyük qapılar açır. Yəni Allaha yaxın olmaq, daha da böyük addımlar atmaq lazımdır. Mənə də nə xoş olar ki, bütün xanımları, yəni hansı ki gözəlləşmək istəyir, onların ürəyini açmaq, sevindirmək. Bundan böyük savab düşünmürəm ki var.